Qocalar Ölmür filmi 2020-ci ildə Rizə Camalı tərəfindən ssenari müəllifliyi və rejissor işi olaraq ərsəyə gətirilib. Film 2021-ci ildə kinoteatrlarda təqdim edilib. Film Azərbaycan dilində çəkilib. Hekayə ölüm haqqındadır. Lakin şablonlara tabe deyil. Hadisələr sakit bir kənddə baş verir. Bu kənddə ölüm sanki unudulub. Bir gün Aslan adlı bir qoca ölümün ardınca gedir. Bundan nə xəbər? Son dedi, hələ ölmür. Büyük bir təzə nəqşəm var. Bu nəqşə o qabaqçı nəqşələrin tayılır. Mütməyin olun ki, Əzrailin ayağın bu kəndə aşmalıyam. Bu filmdə ölüm ümidsizlik ifadə etmir. Əksinə, həyatın sirlərini başa düşmək üçün bir vasitədir. Məhz bu baxış bucağı filmin hekayəsini daha da maraqlı etmişdi. Qardaş, baban öləndən sonra o davaları yatmağa çölə. Verərsən mən yiyərəm, heyfdir. Filmin fərqli sujeti ilə yanaşı, İran-Azərbaycanının təbii və dağlıq mənzərələrindən ustalıqla istifadə etməsi də böyük maraqla qarşılanmışdı. Qocalar Ölmür filmi Yaponiyada keçirilən 32-ci Tokyo Beynəlxalq Film Festivalında İranın təmsilçisi kimi iştirak etmiş və Asiya Ruhu mükafatına layiq görülmüşdü.